Alo, Alo, akşam xeyir doktor. axşamınız xeyir olsun. Bayramınız mübarək doktor. Sağ olun, sizlə bağım. Hardan zəng eləmisiniz? Mən Şabran rayonlardan narahat edən doktor sizi. Xoşdur, buyurun əzizim. Doktor, mənim atamın 75 yaşı var. Deməli, ürəyindən əməliyyat olmuşdu. Ürəyindən damar, ayağından damar sardı, ürəyinə tikmişlər. Bəli. İndi bu son vaxtlar ayaqları elə bir ki şişir, həm də damarlar ayaqlarında belə qaralan bir şey orada. Biz yeriməyi zəifləyir. Şəkəri varmı? Xeyr. Orada mütləq qan dövranını, qanının laxtalanmasını yoxlatmaq lazımdır. Bir də ürəyin atım fraksiyasını ekokardioqrafi ilə ürəyin atım fraksiyasını yoxlamaq lazımdır. Və əgər qan tez qatılaşırsa, mütləq orada dediyim kimi təbii yollarla qanı durultmaq lazımdır. Usulda hiridoterapiya, zəli ilə müalicə çox gözəl effekt verəcək. Ancaq müayinəsiz təbii ki, qətiyyən olmaz. Çünki yaşı var, ondan sonra əməliyyat olunub və əməliyyat olunan adamlara ürəyindən, çox sağ olun sualınıza görə, ürəyindən əməliyyat olunan adamlarda da mütləq mənada qan duru olmalıdır. İstər açıq əməliyyat olsun, istər stent qoyulsun, istəyirsiniz infarkt keçirmiş olsun, stenokardi olsun, müxtəlif növ təzyiq xəstələr üçün hamısında hiridoterapiya, zəli ilə müalicə möhtəşəmdir, əvəzsizdir, çox gözəl effekt verir. Bax, bugün diqqətlə baxsanız, məndə bir nöqtə görəcəksiniz. And olsun Allaha, bugün 24 dənə zəli qoymuşam özümə.